Norveçlilərin əcdadları doğrudan da Azərbaycandan gəlib. Bu fikir Azərbaycanda kifayət qədər məşhurdur. Onun yayılmasının əsas səbəbi Norveçli səyyah Thor Heyerdahl idi. Lakin bu nəzəriyyə tarixçilər, arxeoloqlar və dilçilər tərəfindən qəbul edilmir. Tarixdə Qafqazdan Skandinaviyaya belə bir köçü təsdiqləyən etibarlı arxeoloji sübut yoxdur. Bəs genetik cəhətdən Norveçlilərlə Azərbaycanlılar arasında hər hansısa bir əlaqə varmı? Əslində var, amma Heyerdahlın düşündüyü qədər yeni deyil. Müasir DNT analizlərinə görə Azərbaycanlılarla Norveçlilər genetik baxımdan fərqli populyasiyalar kimi qruplaşırlar. Norveçlilər digər Şimal və Orta Avropa xalqları ilə yaxın olarkən, Azərbaycanlılar Qafqaz, Anadolu və İran xalqları ilə yaxındır. Lakin hər iki xalqın genetikasında paleolit və neolit dövrlərinə gedib çıxan ortaq qədim komponentlər mövcuddur. Bu ortaq əhaliyə Anadolu neolit fermerləri və daha sonra Avrasiya çölləri vasitəsilə Avropaya yayılan Qafqaz ovçu toplayıcı mənşəli genetik irs daxildir. Amma bu, Azərbaycanlıların Norveçlilərin əcdadı olması demək deyil. Bu genetik irs təkcə Norveçlilərlə deyil, Avropanın əksər xalqları ilə paylaşılır. Yəni bu, dünyada hələ nə Azərbaycan, nə də Norveç xalqı mövcud olmadığı dövrdə bütün Avropaya yayılmış ümumi bir köçdür. Heyerdahlın nəzəriyyəsi elmi baxımdan qəbul edilməsə də, 2000-ci illərdə Norveç və Azərbaycan musiqiçiləri arasında əməkdaşlığın yaranmasına ilham verdi.